Salam. Her vaxtınız xeyir olsun. Ben bu aralar dördüyüm meselesiyle bazı dostlara da dedim. Çünkü ben bir anlam görmürəm indi. 30-35 il evvel bir şeyler olup ölkədə. Ve bugün ölkənin sos diye bağıran o kadar problemleri varken herlenip fırlanıp 30 nedir dördüyüm meselesi ve 93. ilin proseslerini gündeme getirmek ve yeri geldi hakkı çatan çatmayan, gücü yeten yetmeyen hamı da birbirini itham eləməklə məşğuldur. Ben defalarla burada demiştim. Bunlar hamısı bölücülüğe hizmet edir. Bakın ben hiç mesela ben Elçi Bəyçi deyiləm da düzdür. Ama ben Elçi Bəy'in bu kadar adın hallanmasını doğrudan istəmirəm. Ya müsbətə ya mənfiyə söhbət değil. Tarih her şeyi yazacak. Elçi Bəy'in de kıymeti verilecek. Heydər Əliyevin de kıymeti verilecek. Tarih yani o tarihi yazan adamların mütlak ve mütlak kıymetini verecek. Ama mesele nedir? Bakın fakti bir sosyal şəbəkələrdə biri status yazır. Elçi Bəy'i tərifləyir. Ve orada baxırsan ki, Elçi Bəy'i tərifləyənlərin sayı hesabı yoktur. Yani Elçi Bəyçilər de bu ölkədə var. Bu danılmaz meseledir. Bunu hiç danmaz ki. Ama bir başka sayfada baxırsan ki, Elçi Bəy'i böyle özdə çox təhqiramiz formada aşağılayırlar. Və nəticə etibarilə həmən o Elçi Bəy'in leyhinə və əleyhinə olan, ama yeri gelmiş ki onu da deyim ki, hem de bunların ikisi de hakimiyyətin əleyhinədirlər. Yani burada bir güc var, ciddi siyasi güc var. Hakimiyyətin əleyhinə olan Elçi Bəyçi ve anti-Elçi Bəyçi güc var, 2 dənə güc var. Bunları da bir araya getirəndə daha büyük güc olar, öyle değil mi? Ben bu hafta zamanında danışmıştım ki, Elçi Bəy'i rəfə qaldırın, koyun adam rahat yatsın, ama koymurlar ki. Niye böyle değil? Elçi Bəyçilər ona göre bu hakimiyetten narazıdırlar ki, onlar hesap edirlər ki, Heydər Əliyev hakimiyyəti devirib və Elçi Bəy'i hakimiyyətdən endirib, özü hakimiyyətə sahiblər. Buna göre Elçi Bəy'i hakimiyyəti kabul etmirlər. Anti-Elçi Bəyçilər ona göre Elçi Bəy'i sevmirlər ki və Elçi Bəy'in əleyhinədirlər ki, o həm də hakimiyyətin əleyhinədirlər ki, o niyə hakimiyyəti Heydər Əliyev verib. İndi burada maraqlı olan nədir? Bakın danışırlar, ne bileyim indi bak indi adlarını dəyəcəm, orada bir problem yoktur. Benim için sadece ayrı şey maraqlıdır. Siz bu sosyal şəbəkələrdə yazılan yazıların stiline bakın. Ne bileyim bu efirlerde indi televiziyalar falan, bunların verdiği başlıklara bakın. Yani kimliğinin aslı olmayarak insanların hakkında, cəmiyyətin tanıdığı insanların hakkında bu cür təhqiramiz formada ne danışmak, ne yazmak məqbul değil. Bir daha deyirəm, bölücülük bu milleti bitirir. Burada formula belədir. Ya bu ölkədə zalimler var, ciddi anlamda gerçekten. İster dini, ister siyasi, ne anlamdan baxırız baxın. Bu ölkədə zalimler var, bir de məzlumlar var. Məsələ burasındakı məzlumların sayı, zalimlerin sayından onlarla, yüzlerlə dəfə, belki de minlərlə dəfə çoxdur. Və nə qədər ki bu məzlumlar bir araya gəlib, öz haqlarını istəməyəcəklər. Ya o zaman bu hakimiyyət hələ çox uzun zaman belə devam edecek. Yani bütün hallarda bu cür danışıqlar, bu cür yazışmalar, bu cür bəzən qeybət səviyyəsində, bəzən çox aşağılıq formada bir-birinə qarşı hücumlar, kimin o vaxtı kimdən xoşu gəlməyib, kimin kimdən xoşu gəlib. Bu önemli değil. Bu günləri bir daha deyirəm, bu ölkənin bu qədər sos diye bağıran problemleri ortadayken bu kadar insanları ayrıştırmaya, bölmeye ihtiyaç yoktur. Bir daha deyirəm, bax, Elçi Bəyçi, anti-Elçi Bəyçi, Heydərçi, anti-Heydərçi, ne bileyim, daha kimçi, İsa'çı, Əliçi, Vəliçi o kadardır ki, bunlar genelde görünürde hamısı bu məzlum zümrəni temsil edirlər. Ama bunların özlərinin arasındaki o gərgin münasibət və o birbirine karşı bu kadar nifrət, kim bəsləməsi, birbirinin qanını içməyə hazır olması, bak o məzlumların elektorat var, bu sosyal baza, narazı sosyal bazanı bir araya gelmeye koymur ve
Bunlar əslində bu yolla hakimiyyətə xidmət edirlər. Hamısı istisnasız. Hamısı hakimiyyətə xidmət edir. Amma önemli olan nədir? Mən indi buradan dəfələrlə demişəm axı. Bu Cahangir Bayoğlu bilmirəm, adam bu efirlərdə niyə o hesab edir ki, belə bağıra-bağıra danışa bilər, hamı itham eləyə bilər, heç nə hesablaşmıyor. Amma hesablaşdığı yerlər var. Baxın, mən deyəcəm. Bu Cahangir Bayoğlu çıxıb deyir ki, nə deyir? Bax, diqqətlə qulaq. Deyir, Bişkekdə Rəhim Qaziyev Qıraçova dedi ki, Ayaz Mütəllibov neyiniz? Məni prezident eləyin. Bişkekdə. Daha yadda saxlayın. Bişkek sözünü yadda saxlayın. O da dedi ki, bunu Yeltsin'e dedilər. Axırda deyir, bunu da hardan götürüb? Deyir, Ayaz Mütəllibov xatirələrində yazıb. Yəni, Ayaz Mütəllibovun bu xatirələri Moskvada olduğu müddətdə, Bakıya gələndən sonra boş verir, xatirəsi adı yoxdur. Ayaz Mütəllibovun bu xatirələri gerçəkdən də etimad göstəriləcək önemli bir mənbə kimi qəbul olunursa, Ayaz Mütəllibovun ən çox xatirələri Heydər Əliyevlə bağlayacaq. Əgər Cahangir Bayoğlu Ayaz Mütəllibovun xatirələrinə belə o stat kimi etimad göstəriləcək mənbə kimi ortaya qoyursa, bir zəhmət bir Heydər Əliyevdən bağlı dediklərini desin. Və nə deyir? Deyir ki, Heydər Əliyev və Əbülfəz Elçibəy milli dəyərdir. Tamam da desin bunu. Amma bu milli dəyər olmağını filankəslərin üzərində getməklə niyə fərdələmək istəyir ki? Niyə Elçibəy vice-prezident statusu alıb? Ona görə milli dəyərdir. Ayaz Mütəllibov da milli vice-prezident statusu alıb. O zaman onu da milli dəyər kimi qəbul et. Yəni bu, sən o adam özünü elə bil ki, sanki hamadan ağıllı budur, heç kimdə işinə qalmır. Bir daha deyirəm, buradan rəsmən deyirəm. Rəhim Qaziyevin hər hansı formada ta 10 yaşından bu günə qədər, anadan doğulandan bu günə qədər hər hansı formada Bişkekdə olduğunu bir daha deyirəm, ama doğulandan bu günə Bişkekdə olduğunu hər hansı formada Cahangir Bayoğlu çıxıb ispat eləsə, Rəhim Qaziyevlə barabar gəlib onun əlindən öpəcəm. Bax, buradan mən deyirəm. Eləyə bilməsə, adam ayıbdır da, hər sözlə dedirtmə. Sən bilirsən da, indi mən buradan demişəm, Rəhim Qaziyev mənim dostumdur. Adamın haqqında haqlı olduğunuz, adam elə danışır ki, elə bil ki, ya Ayaz Mütəllibov, ya da bunun özü adı yanında olub. Söhbət əslində bir şeydən getmir. Söhbət adda olub, nədir, mayın 15-də Daşkənddə olub. Dedim ya, Daşkənddə Ayaz Mütəllibov burada hakimiyyətə gəlmişdi, bir gecə qaldı ha. Orada da Yeltsin çıxıb deyəndə ki, bəs Azərbaycanda da bizim Ayaz Mütəllibov hakimiyyətə gəlib deyəndə, Rəhim Qaziyev orada ona cavab orada bir polemika gedib. Bunlar dəfələrlə danışılıb, mən bunu təkrar bütün vaxtınızı almaq istəmirəm. Rəhim Qaziyev orada deyib ki, bəs sən bu özün nədir, demokratik cinaha təmsil eləyən, nə bilim, ağ evi güllələdiniz, filan elədiniz, adını, parlamenti. Və siz özünüzdə demokratiya gətirirsiniz, bizə də köhnə kommunist sırıyırsınız. Bəs mən xalq cəbhəsinin üzvüyəm, Azərbaycan Müdafiə Naziriyəm, filan filan. Bəs belə. Yəni Rəhim Qaziyev bunların hamısını danışıb bunu deməyə ehtiyac yoxdur. Amma adam oturur efirdə, Bişkekdə belə söhbət olur. Sən Cahangir, bu biraz tərbiyyən olsun da. Bu 50 dəfə sadə eyni baxı, bu tək mən deməmişəm, çox adam deyə baxı. Sən tərbiyən olsun, sən axı adama deyərlər, Cahangir Bayoğlu, sən o başdan bu başa. Sənin hərəkət dönəmində o vaxt aşağı yuxarı 20 yaşın olub, 19 yaşın olub, o gündən bu günə 2 dəfə müharibə olub, 4 il, 5 il o zaman müharibə olub. Sən bircə saat, bircə 10 dəqiqə, heç olmasa o döyüş bölgəsində gedib qıraqdan baxıbsanmı ki, orada nə baş verir? İndi çıxıb 30 ildən sonra ortaya çıxıbsan, ona laf atırsan, buna laf atırsan, hər şeyin də üstündə nə var? Bax, Heydər Əliyevlə bunların özdə 2 bölük var orada. Biriləri Heydər Əliyevlə Elçibəyin eyni adam olduğunu təqdim edir. Bu Elçibəyçilərdən danışırım ha. Biriləri də Heydər Əliyevin Elçibəyin ən qatı düşman olduğunu deyirlər. Və bu Cahangir Bayoğlu tərəfdədir. Bu demək istəyir ki, Heydər Əliyevin Elçibəyə toxunmaq olmaz. Nə bilim,
Kalan kim istesen bu üstünden geçebilir, ağzına gelen danışabilir, terbiyesizlik edebilir. Ne bildin mi? Ben bir daha deyirəm. Ben artık o sert ifadelere sen bilirsen, ben onu eleyebilirim. Ben o efirden çıkıp Heydər ölündən sonra lotu mənim deyən adamım. Sen ne lotuluk eləyirsən? Kimsən sen bu? Kimsən sen? Ben de sana deyirəm indi. Ədərlərim. Bax, Etibar Məmmədov gəlsin, mənlə debata çıxsın. Bunlar qiyamda iştirak ediblər. Ne bilim, ne qariblər, çevriliş veriblər. Ne bilim, sürət belə olub, ne bilim, Etibar belə olub, Rəhim belə olub. Nazır Əhmədovun kitabları sənin ağırlığındadır. Sen Nazır Əhməd ilə sən ara. Anlamadım da indi biznesmen senin elinde 5-10 manat pul var. Sen Etibar Məmmədovun yanında illerle apar getir, çay getirim, sigaret alım. Her şeyi niye danıştırırsan? Tamam, çık sözünü de. Ölkənin problemleri var, danış. Sen dünene kimi İran'da abılı deyip ilağa koyduğun adamlara büyük oğlu deyirsən. Kimsən sen vapşi? Sen böyle o hündürden danışan idin. O günleri Kamran Həsənin neferindeydin. Üzeyir Cəfərov'dan bir yerde. Orada niye boğazın kurumuştu? Orada niye böyle hündürden danışabilmirdin? Onun sebebi var ha. Dostlar, onun sebebi nedir? Cahandar Bayoğlu bu efirleri bir saatçi çıkır ha. Bu efirleri pul verip alır. Ona göre orada öyle danışır. Ben Cahandar Bayoğlu benim efirimde olup 2 defa kuzu kimi. Ne sesi çıkıp ne kışkırıp ne de ben ona göre üstüne gitmemişim. Adamı efire konak çağırıp de adamı ama senin terbiyen olsun. Sen Etibar Məmmədovla, sen Rəhim Qazıyevlə, sen Nazır Əhmədliylə, senin başı üçün deyil axı. Sen Elçi Bey belə qiymətli ha sizin üçün elə, sen konkret Cahandar Bayoğlu. Elçi Bey ölkəni tərk eləyib, ölkəni deyirəm, paytaxt tərk eləyib, Kələkə gedəndə hardaydın, harda olubsan? Prezident Qvardiyasını Tahir Məmmədovla bir yerdə düz Gəncə yaparıb. Prezident Gəncədə imtihanın həyatına indirəndən sonra hara getmişdin? Yani elə hesab eləməksən köydə uçan quşdan heç kimdə səndən heç xəbəri yoxdur. Və sən oradan Ülvi Həkimovla bir yerdə ki bunu qoydunuz gəldiniz orada. Siz gələndən yarım saat sonra onları güllələdilər. Siz niye getmişdiniz oraya? Her şeyi deyirəm də danışdırmayın. Bu koyda bir abırçılık var. Ya ne bileyim sürat geldi falan elədi. Bu efirde görünen milletin gördüğü cemaat bunu yaşayıb. Ben de o cümleden bu canlı efirlerde gedib. Kardeşim bak baş prokuror gedib Gəncəyə. O günü Penasyon o efirde dedi ki öz başına gedib. Heç kim onu göndermiyor. Süleyhattin Ekber MT'nin mağını deyir ki öz başına gedib. Özü dedi. Ben dedi özüm gitmişim. Ben heç kim onu göndermiyor. Ondan sonra Müdafiə Nazirine o zaman çevirilik gedən müddətdə 3 gün 4 gün tapanmayıpsınız vapşi. O haradaydın sen gedib o Dadaşı Zayıfı tapaydın da hiç olmasa da. Elə ondan sonra Tahir Məmmədov Prezident Qvardiyası Gəncəyə kim göndərib, necə gedib? Prezident özü məclisdə deyir ki mənim xəbərim yoxdur. Belə bir şəraitdə çevrilişin olmaması yani yanlış olardı bildin mi? Böyle bir hükümetin böyle bir yaxşı parlamentdə müzakirə gedir. Bakın ayın 8'i 8 iyun 93. Parlamentdə müzakirə gedir. Ayın 4'ünün 3'ündən 4'üne geçen gece Gəncədə nəsə olub. Komissiya gedib. Prezidentin yarattığı komissiya gedib. Onu da deyən var ki prezident komissiya yaratmayıb. Komissiyanı Arif Rəhimzadə yaradıb. Ölkədə çevriliş gedən məqamda bu ölkənin başında duran adamlardan xəbərsiz Arif Rəhimzadə komissiya düzəldib aparıbsa Gəncəyə. Bunun özü bu hakimiyyətin olmaması deməkdir. Qardaşım hər şeyi danışdırmayın deyirəm axı. Mən burada bax deyirəm Etibar Məmmədov, Nazır Əhmədov zaten sana cavabını verib. İndi onlar özləri cavab verəcək. Rəhim bəyin əvəzinə mən danışaram. Bildin mi? O da indi biraz mənim də üstümə vəzifədə Rəhim bəy mənim dostumdur. Bak bu kadar. İstesen kimin hoşu gelir, istesen gelmez. Bildin mi? Bir daha deyirəm. Bak Rəhim bəy deyirsən ki orada bir şeydə dedim bir şeydə Rəhim bəyin bir şeydə bircə saat anadan olandan bu günə olduğunu subut eləsən Rəhim bəylə beraber gəlib sənin əlinə öpəcəm. Yoxdursa çıx üzr istə. Bak deyirəm Cahandar Bayoğlu çıx üzr istə.
Yine səhv eləmişəm, səs daşkəndən bir şey səhv sal, nəsə bir şey deyil. Amma deməsən, onun da cavabını alacaqsan, mütləq, bunu deyirəm. İndi baxın, məclis gedir, müzakirə gedir. Sabir Rüstəmxanlı çıxır, oxuyur bəzisinin adını. 60 nəfər, 69 nəfər tankın altında əzilib, ölüb və həmin vaxtda 19 nəfər güllələnib ölüb orada. Baxın, məclisdə prezident orada, parlament sədri orada, hökumət başçısı orada, baş nazir orada, bütün dövlət, hökumət qurumları orada. Adın nədir, bu cəbhənin deputatları, müsavatçı, cəbhəçi deputatlar hamısı orada. Yaxşı, orada bir adam durub dedi mi ki, 69 nəfər nə danışırsınız? Niyə? Çünki axı üstündən 4 gün keçmişdi məsələnin. 4 gündə bunların Gəncədən xəbəri var idi mi orada nə baş verib? Yox, xəbəri yox idisə çevrilişin olmaması günah olardı. Anlatabildim mi? Yox, xəbəri var idisə heç olmasa bunların ağlı çatır. Durub demədilər ki, dayanın orada 19 nəfər də bizim qvardiyanın komandanı qarışıq, bizim əsgərlərimiz güllələnir. Heç olmasa bir dəqiqəli sükut istərsinlər. Buna belə ağırlara çatmadı. Niyə? Çünki surət gəlir dəndə bunlar o qədər özlərini batırmışdılar ki, hamısı. Bir tez bazar buradan tələsik verək. Heydər Əliyevə üstünə ataq məsuliyyətinlə filanla. Qaçaq dağılaq. Bunun ayradı yoxdur. 15'i, ayın 15'i Heydər parlament sədri olub. 16'sı, 17'si gecə Elçibəy paytaxtı tərk edib. İndi orada da ayrı şey var. Dedim axı, qaşınmayın. Qaşındıqca bunun altından ayrı şey çıxır. İndi Əbülfəz bəy gedib oturub Kələkidə deyir, sonra da müsahibə verib. Nə olsun deyir, gəmidən də idarə ediblər, bunkerdən də idarə ediblər. Ya anladım da, gəmi də olub tarixdə, bunker də olub. Amma bu gəmilər, bu bunkerlər məhz belə zamanlar üçün əvvəlcədən hazırlanıb, həm şaquli, həm də üfüqi istiqamətdə hakimiyyətin, dövlətin bütün qurumlarını çalışdıracaq vəziyyətə gətirib. Yaxşı, Elçibəy çıxdı, getdi Naxçıvana. Baş nazir istefa vermişti, parlament sədri istefa vermişti. Ondan sonra bütün nazirlər, bütün icra başçıları hamısı vəzifəsini dondurdu. 3 gün içində hamısı parlament gedə. Yaxşı, Elçibəy oradan bu ölkəni necə idarələmə fikir var idi? Büyük dağ kəndində, indi Kələki kəndi, əslində Kələki kəndinin bir günah azadı yoxdur ki. Amma məsələ nədir? Belə o bir ölkənin idarə etməsini o qədər bərbad vəziyyət, bir daha deyirəm, bax, vəziyyət o qədər bərbad idi. Mən o dövrü yaşamış adamam. Hamı da yaşayıb, danışanlar da yaşayıb. Biri nazir olub, oradan onun xiffətini çəkir. Biri prezidentin yanında, nə bilim, nə olub. Mən bir şey soruşacağım sizdən. Tahir Məmmədov, bir daha deyirəm, baxın, Tahir Məmmədov, qvardiyanın komandanı, Elçibəyin, yəni, qvardiyanın komandanı olana kimi harda olub? Harda olub? Bax, çıxın özünüz deyin. Mən bunun hamısını deyəcəm. Tahir Gəncəyə hansı yolla və necə gedib? Kim göndər? Onu da özünüz çıxın deyil. Amma mən demirəm, ha. Niyə demirəm? Ona görə ki, mən qorxub edəmirəm. Heç ki, mən qorxacaq yerimdə adım yoxdur. Bildin mi? Amma özünüz deyil. Çünki bu millət bilməlidir nə baş verir. Tahir necə gedib? Ondan sonra kim göndərib? Tahir öz-özünə, yəni ölkədə çevriliş gedir. Dövlət başçısını və dövlət orqanlarını, dövlət idarələrini birbaşa qorumağa məsul olan adam öz başına Gəncəyə necə gedə bilər? Demək, bunu göndərən var. Çıxın boynunuzu alın da kim göndərdi bu? İndi deməklə ki, surət belə filan, surət tamam elədi, nə elədisə elədi. Deyirəm, axı, sizin yaratdığınız situasiyada, Fəhmin Hacıyev orada ordunun komanda adı qoyub qaçıb, qadın videosu var, körpüdən özünü atıb qaçmağı. Bunu, yaxşı, sənin komandanın biri qaçıb, naziri tapanmırsan. Və daha maraqlısı nədir? Bunlar ki var, ha, bunlar. Bunlar hamısı. Baş prokuror, Daxili İşlər Nazir Mavini, Qabil Məmmədov, Sülahəddin Əkbər, MTN Mavini, ondan sonra, nə bilim, bu dadın komutanları, hətta Qazağın dadın brigada komandiri isə Sadıqov, hamısı gəlib sürətin patbalına dolmuşdu. Kim, harada, bunlar necə gedib oraya gitmişdilər? Nə baş vermişdi? Yaxşı, bunların qabağını kəsərlər, mühasirəyə alarlar, atışma olar, heç nə olmamışdı. O zaman bu qədər bərbad bir idarə etmənin üzərindən surət hələ az eləyib, belə çıxır ki. Amma ayrı bir şey var.
Deyək ki, bu çevriliş olub, qiyam olub, filan olub. Və bugün bu danışan Cahandar Bayoğlu, Heydər Əliyev milli dəyər deyən Cahandar Bayoğlu əslində Surətin əlini öpməlidir, Surətə rəhmət oxumalıdır. Normalda məntiqlə ki, Surət qiyam elədi, həmin Heydər Əliyev milli dəyər gəldi və ölkəni xilas elədi. Bunların dediyi budur, mən demirəm, ha. Deyin. Mən o zaman bunlar meydanda sinə döyəndə, mən də Heydər Əliyev mitinglərinə gedirdim. O ayrı məsələdir. İndi qardaşım, bir daha deyirəm, sən Cahandar Bayoğlu bu günləri əgər doğrudan, əgər bugün İlham Əliyev, ondan sonra bu Heydər Əliyev, Elçi bəyin sən danışırsan, ha, Elçi bəyin dediklərini deyirlər filan, o zaman sən bunlara Surətin əlindən öpərsən, gedib qəbrinə baş əyib, qəbrini duz kimi yalamalısan. O da nədir, dəvə duz yalayan kimi yalamalısan. Çünki sizin o nədir yaratdığınız, sən heç kim olubsan, sən heç nə yaratmıyorsan. Sizin o, yaxşı, eyni şeydir, bax, Stalinlə üzü bəri belədir. Stalin yaxşıdır, ətrafı pisdir. Bağırov yaxşıdır, ətrafı pisdir, nə bilim. Qarbaçov yaxşıdır, ətrafı pisdir. Gəldi, çıxdıq, Azərbaycan müstəqil oldu, yaxşı. Elçibəy yaxşı olan olub, ətrafı pis olub, nə bilim. Nədir, Heydər Əliyev yaxşıdır, ətrafı pisdir. İlham Əliyev yaxşı olan da ətrafı pisdir. Ya bu yaxşı olanların ətrafına pis adamlar necə yığılıb? Bu fena sənin milli hökumət dediyinin başında duran adamdır. Sən fena söylə küşə uşaq kimi danışdın. Böyle barmaq sökəlik sənə. Yaxşı da bu əgər təkcə Elçi bəy yaxşıydı, bunlar hamısı pis idisə, bunun ayrı bir yanaşması var. Yəni demək istədiyim nədir? Biraz yəni bir daha deyirəm, bu efirlərə çıxıb belə xod danışmaqdır. O günü baxırdım burada. Kamranın evində dilin təpmişdi, qurulmuşdu. Sən dönənə kimi İran rejim, nə bilim filan, abılı, nə bilim filan, abılı dediklərinə büyünəm oğlu deyirsən, sən hardan haraya, kimi xidmət edirsən başlayırsan? Bu ölkədə problemlər var mı? Mən sadalıyımsa, Tərtər hələ də cavabını gözləyir, Nardaran hələ də cavabını gözləyir, Gəncə hələ də cavabını gözləyir, ondan sonra əskər ölümləri hələ də cavabını gözləyir, nədir? Gədəbəy hələ də cavabını gözləyir, elə Tovuz hələ də cavabını gözləyir, elə Nərmin məsələsi Azərbaycanı birbaşa yapışdığıyla bağlayan məsələdir, elə ondan sonra bax bu cərimələr, bax bu ölkədə sosial həyatın ümumiyyətcə dibə vurması, ondan sonra yəni bir çıxıb 1 manatlıq yumurta deyib özünü öldürürsən efirdə. Dünəndə Mürvət çıxmışdı, Mürvətin qabağında bax belə qupquru qaldın. Niyə bağırmırdın orada lan Mürvət deyə? Mürvət gəlmişdi da. Yəni sən efiri alıp da tək oturup belə əlini belə qoyub lotu danışmaqın deyil. Dedim bir oturma qalsan mən səndən lotu olanam, onu biləsən. Heç o yan bir yanda caydırmaq yeri yoxdur. Qəti yoxdur ha. Bir daha deyirəm, sən her zaman efirə çıxanda, ondan sonra danışanda biraz kodunu al da. İndi sən belə, nə bilim, elə danışsan ki, elə bil bu ölkədə hər şeyin sahibi sənsən, ona varmaq. İndi əsas məsələni deyəcəm. Bax, Elçi bəy bizim qırmızı xəttimiz deyib yaxanızı yırtırsınız. Nə qədər Elçi bəy qırmızı xəttimiz deyən var ha. Nə qədər. Hamısına aiddir. Birində də nədir bu? Cahandar Bayoğlu deyilən adam. İlham Əliyev Elçi bəy haqqında, Elçi bəy hökuməti haqqında çevrilici deyib, çatqın deyib, xain deyib, ondan sonra hələ daha ağırını deyib, nə bilim orada kalbasa, araq filan, altını bulamağa kimi danışıb düzdür. Xeyr ola, çıx İlham Əliyev eləcə duxun çatırı, çıxdığının İlham Əliyev. Cənab Prezident, ayıbdır, sənə yaraşmadı bu danışıq. Eləcə onu deyir, deyə bilirsən. Necə oraya İlham Əliyev deyəndə çapan çalırsınız. Rəhim dedi, Sərdar dedi, nə bilim filan. Çünkü Rəhim üstə getmək problem yaratmır. Bugün etibardan danışmaq heç kimə problem yaratmır. Bugün nə bilim surət ölüb, surətin dalınca. Surət gələndə dabanınıza tüpürüb, təkcə işsən yox idi. Neysən vapşı, sən haradaydın? Sən qaçıb getmişdin Türkiyə. Sən Gəncədən gəldin, çıx birbaşa Türkiyəyə getdin. Sən heç olmuşsan ki burada. Sən Azərbaycana Türkiyədən nə vaxt qayıdırsan? Yəni indi gəlib, indi necə ola bilir bu şeylər? Bir daha deyirəm, İlham Əliyevə sorğula, Rəhim Qaziyev bütün İlham Əliyevin onun barə dediklərinə şəxsən cavab verib öz adına. Və mən öz adıma, mən demişəm, bəli, cənab prezident, bu cürə danışmaq sizə yaraşmır.
Prezident danışıqlı deyil. Bütün hallarda yaxşısıyla ya dedikləriniz tam həqiqət olsa belə bunlar sizin vətəndaşlarınızdır. Prezident vətəndaşlarından bu cürə davrana bilməz. Bütün hallarda prezidentin vəzifəsi vətəndaşına sevgi ilə yanaşmaqdır. Cinayətkar da olsa, nə bilim, mən bunu demişəm. Çıxdığın çadır deyən İlham Əliyev. Falan vaxtı falan sözü niyə dedin, yaxud da səhv dedin, yaxud da sənə yaraşmadı. Deyə bilirsən, necə olur İlham Əliyev dəyərində çapança alırsınız. Falan kəsi də üstünə ağzınıza gələn danışırsınız. Danışın da, dedim bu ölkənin bugün bu qədər problemləri var. Ha. İlham Əliyev Qarabağdan bura gəlmir, gedib otur burada, çıx soruş da, denəm bu Qarabağda nə varsan bu ölkə, hələ indi var ha, indi o texnik imkanlar da ölkənin idarə etməsidir. Amma bütün hallarda prezidentin paytaxtda olması lazım. Niyə danışmışsınız? Niyə demiş, bunu kim danışacaq? Bu parlamentdə hər gün parlamentdə millətin qanunlar qəbul olmuş. Hamısında prezident imzalayır. İlham Əliyev bunları hamısını imzalayır. Bir dəfə soruş da, soruşa bilirsən. Ona görə gedib belə bir daha deyirəm. Efirdə oturub tək tərəfli əlini də belə qoy. İndi 30'a döysən. Onu da bildin. Hər kəs də yerini biləcək. Ha, bəzi özün bilirsən, mən bəzi şıxlarla bağlı zəng vurmuşam sənə, təşəkkür eləmişəm, onu da bilirsən, demişəm, bəli. Sən nə lazım, 30 il bundan qabaq filan kəs menşevik olub, filan kəs bolşevik olub, filan kəs qiyam eləyib. Bugün ölkənin başına gətirilənlər, dünən orada deyirdin, adı İngilistan, nə bilim, Yahudistan, danış da, soruş da prezidentdən ki, bu nə eləyir? Soruşa bilirsən, Rəhim Qaziyevi söymək nə var, dündə çıxıb ağzından gələn demək nə var? Etibar Məmmədov gəlsin məndən dadatdı, debata çıxsın, çox azaddır. Bir dəfə də, əgər belə sən belə, nə bilim, belə qozetdə olansan belə, çünki İlham Əliyev bir sorgula da, sorgula bilirsən, İlham Əliyev sorgula bilməyən adam, bu ölkədə o çətdə, nədir, Fatma Nisa qarıya, sevdimalı kişiyə belə söz demək haqqına sahib deyil. Mən demirəm ki, prezident hörmət istəyirəm. Deyirəm ki, sən Turan hərəkatı, Turan partiyasının lideri bir çox soruş da ki, nə baş verir bu ölkədə? Emin Ağalarov deyir ki, 600 satılan evdən 400'ü Yahudi vətəndaşları, İsrail vətəndaşları alır. Sorgulayın da abi. Onu soruşacaqsan, ondan danışacaqsan, mən də deyəcəm ki, eşq olsun. Düzdür. Yox, sən çıxıb, Etibar Məmmədov gəlsin məndən, Nazir Əhmədin danışığına etibar münasibət bildirsin. Sonra da gəlsin məndən nefrətsin. Salam mələküm. Sən etibara tay adamsan. Ha? Sən Rəhim Qaziyevə tay adamsan. Rəhim Qaziyev nazir olurlar. Gecə gündüz sərhədlərdəydi. O gündən bu günə bircə saat sərhəddə olubsan mı? Bircə saat döyüş bölgəsində. Avarıb da adı Qvardiyanı Gəncədə təhvil verib. Sən gələndən yarım saat sonra gülləliyiblər. Sən zəng vuranda sən ucu yevlağı keçirdin. Özün bildiyində söhbət nədir? Ona görə şeylərdə biraz nə bilim vallahi, mənim üstümə vəzifə zat da öyle. Doğrudan deyirəm. İndi çox adam hələ bir şey deyir, özləri bilər. Mən demişəm, İlham Əliyevə də, Heydər Əliyevə də, Əbülfəz Elçi bəyə də, hətta nə bilim, şeytana belə şərböhtan atarsınızsa, mənim qarşınızda gör. Danışdığın hamısı yalandır, dünən orada yazdım. Gözün içinə kimi yalan danışsan. Bir daha deyirəm, bir şeydə hər hansı formada Rəhim Qaziyevin Anadolu olan bu günə bir şeydə bircə saat olduğunu ortaya qoy. Gəlib əlindən öpərsən. Amma hələ birdən çıxıb hələ o danışıq tərzinə dedim fikir ver. Sən efirdə elə danışsan ki, elə bil bu ölkənin gəlsənsən. Hamıya barmaq söz gələcək, ona xəbərdarlıq edirəm, buna xəbərdarlıq. Sən hardan, kimə güvənirsən, kimin adından sən adamlara xəbərdarlıq edirsən? Bu ölkədə indi doğrusu prokuror var, nazir var, nə bilim, MTV, DTK var falan. Heç bunlar bunu eləyən belə kişi. Sən kimsən, heç sən bu şey. Necə ola bilir bu şeylər? Ona görə biraz qazını al, bir daha deyirəm. O, nədir, bizən, o gün Kamranın efini dedim da, dilin qurumuşdu, bak topuq çalır. Niyə? Çünki oraya pul verim üçün, orası sənin deyil. Gedib pul verib efer almaqla, əlində 5-10 manat verə, Allah özünə qismət eləsin. İstəməyəndə ki, göz ayağınlıqda düşsün. Aradım, mənə də dəstək olub sana. Şimdi onun gizli şeyzat yoxdur. Eləyibsən. Amma bu ona görə deyil ki, sən burada ağzına gələn danışın, bütün ölkəni hədəliyəcəm, parmaq seçəcəm, bütün ölkəyə. Sən hardan haraya, qardaşım? Sən bir deputatlığa namizət oldun, düzdür? Oldun da, gördün da vəziyyət. Niyə çıxıb demədin ki, bu nə məsələdir?
Niye çıkıp danışmırsan? Bak seçki, bu ülkenin seçki problemi var. Bu ülkede rüşvət, bu ülkede korrupsiya, bu ülkede monopoliya, bu ülke təhsil məhv olub gedib, məktəblər dağılır. İndi danışırlar məktəblər özəlləşəcək. Elə ondan sonra səhiyyə sistemi bütün alt üst olub, bütün hər şeyi məhv ediblər. Təhsillə səhiyyə yoxdursa, bu millət xəstə və bisavad, nadan millət bundan nə cürə desən davranırlar. Sənin qışqırmağınla bu şeylər olmur. Bir daha deyirəm, bu Əbülfəz bəyin adında çox belə, gene deyirəm, məsələ onda deyil. Əbülfəz bəyin adı bu günləri cəmiyyəti bölmək üçün kullanılır. Və bir para adamlar Əbülfəz bəyin adını çətir eləyib öz siyasi varlıqlarını sürdürürlər. Yaxşı da sizin 70 yaşınız var artıq hərənizin. Bir özünüz də qoyun ortaya. Elçi bəy deyək ki, yoxdur. Elçi bəy adında da heç olmuyor. Siz özünüz kimsiniz? Ona göre elə bu Cahandar Bayoğlu'da çıxır, hamının əvəzinə hamıya parmaq çəkərik. İsa da pisdir, Pənah da pisdir, Etibar da pisdir, Rəhim də pisdir. Ne bilim, o da pisdir, bu da pisdir. Hamıya da parmaq çəkərik. Bircə sən yaxşısan, yaxşıdan çıx ortaya da, çıx ortaya İlham Əliyev'dən soruş. Dediğim o məsələləri hamısını soruş. Və ayrıca da Elçi bəylə, məhz Elçi bəylə bağlı İlham Əliyev'in dediklərinə çık cevap ver. O günü bir daha deyirəm. Onu da söz verirəm. Burada bax bu tamaşaçıların qarşısında gəlib əlindən öpəcəm. Eləcə sorgula da, demirəm təhqir elə, demirəm prezident hörmət. Eləcə çıx denən ki, cənab prezident. O Elçi bəy də bizim nədir, milli dəyərimizdir. O zaman xahiş edirəm, Ayaz Mütəllibov da oraya qoş mütləq. Çünki əgər milli dəyərin meyarı vitse-prezidentliksə, nədir, eks-prezidentliksə Ayaz Mütəllibov da var orada. Çıx bunların prezidentten böyle sorgula, soruş ve denen ki cənab prezident böyle şeyler eləmeyin. Onu diyebilirsen mi, diyemmirsən. O zaman ne hakkın, ne ixtiyarın var ki sen Mehtibar Məmmədov, Rəsul Quliyev, Nemət Pənahlı, siz Nemət Pənahlı'dan şəkil çəkdirmək üçün sinoy gedib size. Siz qorxunuzdan Rəhim Qazi və salam verə bilməyibsiniz. Salam elə bizi gəlib Rəhim bəy salam deyə bilməyibsiniz. Təkcə sən yox o milli hökumət dediyiniz hamısı. Bildiyin. Siz Etibar Məmmədovun adı gələndə hamınız tir-tir əsibsiz meydandan belə, hətta hökumət olanda belə siz Etibardan tüs çalırdınız. İndi siz kimsən ey vapşı? Özü də hamının yerinə sən niyə danışırsan qardaş? Bilmem qardaş da dedim də olsun da. Bu adamların ərköyün, belə sözə baxmayan, biraz da dəlisov qardaşları da olur. Olsun. Ama her şeyin yeri var. Efirler. Gedib cemaatın efirinde ne bileyim de o özünü böyle sen özünü bırakıp değil Fransız özü sen özünü bırakıpsan. Neye güvenirsen arkanda ne var onu ben bilmirəm. Ama sen danışın da ölkənin bu kadar dertleri niye danışmışsınız? 40 yıl bundan evvel ne baş verir? Biri menşevik olup, biri balçevik olup, biri ne bileyim kıyamçı olup. Ne alakası var? Elçi Bey böyle size değerli kadroydusa, böyle sevirdiyse Elçi Bey, bir daha deyirəm. Elçi Bey'in özünün dedikleri var. Bu öyle böyle şey değil. Değil mi? Bunu bilenler de var. Ben baxanda ki, 4 yan hamısı məni satmaq hazırdı, mən də köndüm çıxdım getdim. Düzdür. Haradaydınız onda? Tək sən yox ha. Bugün Elçi Bey'e çatır, Elçi Bey özlerine çatır elib siyasi varlıqlarını sürdürenler var ha. Biri Böyük Bey yazır, biri Kiçik Bey yazır, biri ne bileyim Elçi Bey yazır, biri Böyük Herif ne bileyim. Ama söyleyenler de var. Onlar da bu milletin evlatlarıdır. Ben de ona göre deyirəm ki, Elçi Bey'in adını kaldırın rəfə. Koyun adam orada yerinde rahat yatsın. Elçi Bey'i sevenler onu təriflədikcə, Elçi Bey'i sevmeyenler de onu söyleyecek. Bu bir taraftan cemiyette bölücülük yaradır. Bir taraftan da adamı yattığı yerde narahat edilir. Sizin o ihtiyarınız yoktur. Eğer beye hürmetiniz varsa gerçekten Elçi Bey'e hürmeti olanlar bu yoldan gelecek. Əks təqdirdə sizin ne bileyim böyle Elçi Bey'in adını elinde rəhbər tutup bir tane Elçi Bey yaxşı olan bir kalan hamısı ne bileyim agent satqın falan. Sizin indi bu Süleyman Əkbər danışıb da indi hamı Süleyman Əkbəri sorguluyor. Ama bir çönüp danıştıkları həqiqətli deyil deyəni yoxdur. Diyenler de hamısı o zaman
Bu sizin kadrınız olub. Bunu mən təyin eləməmişim. Səqəmbərin müəyyən hərəkətlər olub o dövrdə. Pənah bəyin hərəkətlər olub. Yaxşı, bu indi də deyirlər ki, Elçi bəy Heydər Əliyev gəldi, hakimiyyəti zəbt elədi. Ya qardaşım, Elçi bəy məclisdən kənarda bunların öz iştirakı ilə dəfələrlə deyib ki, məni buraya Naxçıvanla Bakıya Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçi bəy, Ali Sovetin sədri Səqəmbər, Baş nazir Pənah Hüseyin dəvət edib. Elçi bəy bunu dəfələrlə deyibsə, Heydər Əliyev. Elçi bəy öz diliyle deyibsə, bəli Heydər Əliyev mən gətirdim, mən oturtdum, mən xahiş elədim, mən təzyiq elədim. Bu, nədir, deputatlara filan düzdür. Elçi bəy deyir, mən gətirmişəm, bunlar deyir, yox. Heydər özünün gəlib, tankla gəlib, qırğın elib, qanla gəlib. Ayıb deyilmi? Nə danışırsınız? Yarısınız deyirsiniz ki, əslində baş verən nədir, əziz tamaşaçılar? Onunla da yekunlaşdıraq. Mən bunu əvvəllər, çox əvvəllər demişdim. Bu Cahandar gelin və bu dəst adamlar var. Bunların oynadığı oyun bilirsiniz nədir? Bütün hallarıyla Elçi bəyi Heydər Əliyevin adamı kimi cəmiyyətə yedirtmək və onun üzərindən də Azərbaycanda xalq hərəkatını da, azadlıq hərəkatını da, onunla AXC-nin yaranmasını da, onun xalq cəbhəsini deyirəm ha. Ondan sonra müstəqilliyin bərpasını da, bütün bu əməllərin hamısını Heydər Əliyevin adına bağlamaq oyun budur. Elçi bəyçilər də bunun fərqində olsun, anti-elçi bəyçilər də bunun fərqində olsun və bu oyun bir yanı da hakimiyyət tərəfindən, hakimiyyətdə bəzi qüvvələr tərəfindən dəstəklənir. Yoxsa Cahandar Bayoğlu Lotus adlı efirdə belə əlini yerliyə, hamıya barmaq sirkəliyəm. Adamı bir saatın içində mən görməyib, mən oraları görmüşəm. Yoldanca maşını basıb aparırlar adamı. İndi ya gələrsən, ya gəlməzsən, o da ya qismət. Onların insafına bağlıdır. Elə də öyle, sən belə cəmaata parmaq sirkələmək deyirəm, yoldan aparırlar adamı, yoldan yerdən yer. Bir də neçə ildən sonra ya gələrsin, ya gəlməzsin. Tamam mı? Bax belə. Bir daha deyirəm, bu oyunun da əsas məqsədi Elçi bəy Heydər Əliyevin adamı, birbaşa adamı, yəni Elçi bəy bütün adları Heydər Əliyevin tapşırığıyla belə deyək ki, Elçi bəyin Heydər Əliyevin belə deyək də o şəxsi nümunə kadr kimi təqdim eləmək, hər şeyi Heydər Əliyevlə Elçi bəy bir yerdə eliblər və bütün bu işlərin başında Heydər Əliyev durub. Bu o demək olacaq ki, Azərbaycanda bütün bu 88, 89, 90, 91, 92 ta 93'e kadar baş verenler hamısı Heydər Əliyevin müəllifi Heydər Əliyevdir. Fikrimi anlatabildim mi? Baş verenlerin oyun da ona oynanır. İndi o da bu biz axı adam yazır. Sərdar bəy, etibarı neymetindən qəhrəmanlaşdırma. Bunlar ikisi də Elçi bəyə və bütövlükdə. Bəs Elçi bəy özü kimə bütövlükdə? Onu deyim. Mən nədən danışım, siz nədən danışım? Şimdi mən qəhrəmanlaşdırıb nə dedim ki? Ne demek qəhrəmanlaşdırıb? O dövrün konkret siyasi situasiya var idi. Orada müəyyən adamlar addım atıblar. Kim düz eləyib, kim səhv eləyib. Bəlkə onların özləri də böyün heç o hərəkətlər. Qəhrəmandan söhbət getmir. Bugün Cahandar Bayoğlu nə istəyir? Mən onu soruşuram. Bu ölkənin bu qədər dərdazarı varkən, bu ölkə bu dəqiqədə torpaq ayağımızın altından kayıp gedirkən, bu adam her gün çıxıb efirdə bir həftədən 10 gündən bir Rəhim Qaziyev bellədi, etibar elədi, filan kəsini elədi. Nə əlaqəsi var onun? Nə əlaqəsi var da? İndi 40 yıl bundan əvvəl biri menşevik olub, biri bolşevik. O zaman deləydi. Menşeviklə bolşevik ona görə yarandı ki, cəmiyyət parçalansın. Nəticədə də ortada gəldi o dələduzlar hakimiyyəti götürdülər. Yerdə tullan qalmışdı. Burada da eyni şey elədilər. Nə qədər ki, bunlar etibar da, Elçi bəy də, Rəhim də, ondan sonra Zərdüştü də, nə bileyim, bax bu İsası da, Pənahı da, gördüyün, bildiyiniz, hələ bilmədiklərimizlə nə qədər bunlar bir yerdəydilər, dünya da bizdən hesablaşırdı, ölkə də bizdən hesablaşırdı, cəmiyyət də, toplum da bizim arxamızdaydı, yanımızdaydı və SSR, paytaxt, Moskva bizdən hesablaşırdı. Elə ki, bunları ki, bax belə dediyin kimi, bax Cahandar Bayoğlu kimilər düşdü ortaya, o buraya, bu buraya, ondan ona, bunu bir-birinə düşman elədilər. Bugün də bu iktidarı bildik, iktidarda da ayrı bir proses gedir. 30 ildir Ramiz Mehdiyev özləri deyir,
Ramiz Mehdiyev, her şey Ramiz Mehdiyev. 30 yıldır Ramiz Mehdiyev bu ülkenin değerliyse o zaman bu gagaçların işin olur. Onu da bir sorgulayan lazım. O zaman biraz yani adaletli olun. Ben gene deyirəm. Ne İtibar Mehmedov, ne Rahim Qaziyev, ne Elçi Bey, ne Heydər Əliyev, ne laf İsası, Musası, Pənahı, Əlisi, Vəlisi. İndi Əli Kərimli həbsxanada tutaq ki. İndi Əli Kərimlinin bu dəqiqə həbsxanada adam, ne bileyim, indi xeyrinə danışan da var, ziyanına danışan da var. Məsələ o deyil ki, mən hesab edirəm ki, adam həbsxanada olduğu müddətcə, yani ortaya ciddi faktlar qoyulmayıb, istintaq gedir filan. Heç kimin də bu belə bilsən, boğazdan yuxarı nə adamı əzməyə, nə də adamı belə boğazdan yuxarı təqdim etməyə ehtiyac yoxdur. Zaman hər şeyə öz qiymətini verəcək, tarix də verəcək. Amma deyəndə ki, qardaş, deyirəm bu ölkə bugün, bax, bugün nə oldu, sel gəlib bizi yuyub aparır. Biz selə qarşı mı durmalıyıq, yoxsa nə bilim filanın cildə 17-ci ildə bunun babası menşevik olub, bunda babası bolşevik olub, o da eser olub, o da nə bilim kim olub. O birisi opportunist olub, o birisi nə bilim nə olub. Və nəticədə cəmiyyəti bölürlər. Mənə onu da deyim, bitirirəm. Adam yazır. İndi aslında ağlı başında bir adamdır. Adam ne yazır? Yazır ki, Yerazlarla Naxçıvanlılar getməsə və biz Bakılılar gəlməsək, bu ölkə düzəlməyəcək. Problem o değil. Ağlı başında olan, ömrünün yarısından çoxunu Avropada, Amerikada yaşayan adam gəlir burada deyir ki, bölücülük odur, bax. Bölücülük odur. Dindən bölünmüşük, siyasətdən bölünmüşük, medyadan bölünmüşük, ondan etnik müstəvidə bölünmüşük, regional müstəvidə bölünmüşük. Bayaq sözümün əvvəlinə qaydıram. Nə qədər ki, regionundan, dinindən, dilindən, ilgindən, nə bilim, nəyin asılı olmayaraq, məzlumlar bir araya gəlib, zalimlardan haqq istəməyəcək. Burada bu problemlər çözülməyəcək. Bunun da tək yolu, bax dediyim, bu bölücü bəyanatlardan, bölücü addımlardan çəkinmək lazımdır. Yaxşı, burada mən də baxıram, hamı da görür da. Yarısı yazır ki, Elçi Bey dahidir, Elçi Bey böyükdür, Elçi Bey Allah'a. Yarısı da yazır ki, nə bilim, ağlına gələn filan. Sözüzlər mən burada demək istəmirəm. Ümumiyyətcə, Elçi Bey haqqında, nə bilim, belə, orada da doğru bir şeylər, nə qədər ki, Elçi Bey belə Peyğəmbərdən də yüksək göstərmək istəyənlər var, yanlışdır. Eləcə də Elçi Beyi yerdən yerə vurub, nə bilim, belə təhqir eləmək çox yanlış bir şeylərdir. Mən o vaxtda, o gün də dedim danışanda, bir varislik yoxdur bu ölkədə. Bilsən, hər gələn hökumət, gedən hökumətin dalınca danışır. Sadəcə bugün Heydər Əliyev ona görə var ki, İlham Əliyev onun oğludur. Sabah İlham Əliyev ayağı sürüşsün bir balaca, görəcəksiniz. Bu Heydər Əliyevin və İlham Əliyevin başına nələr gələcək. Onda da gene mən çıxacam ortaya, görəcəksiniz. Əgər Allah ömür verərsə, ömür vəfa verərsə. Gene də mən çıxacam, gene də kişilər durun, siz dünən küçük elədiyinizdə büyük böyüklü eləyilməz. Belə. Mən deməli olduğumu dedim. Canlar bayaq olub, bir daha deyirəm, bir daha. O da derdi, gel, davay tecid durujuna. Belə olmaz, sən lotuda döysən. Efirdən çıxıb cəmaata parmaq silkələmə. Sən parmağın o boyda döl, özün də boyda döysən. Dedim ya, Nazır Əhmədin kitabları səndən ağır gələr. Sənin deyə kimi ortaya qoyduğun bir normal cümlə yoxdur. Yarı Anadolu ləhcəsi, yarı bizim Azərbaycan Türkçəsi çıxıb danışırsan, sahile gəlir çalmıda, elə şey zət yoxdur. Sənin elə ortada üçcə cümlən yoxdur. Üç cümlə yazın yoxdur ki, adamlar oxusun, bir şey anlasın. Elə belə çıxıb efirdə ona buna parmaq sırkələmək, nə bilim, kimi də sökənsin, kim sən eləyir, o da onların dərdidir artıq, mənim dərdim deyil. Oldu Allah amanda qal.